Hər vaxtınız xeyirli olsun. Hamınızı salamlayıram. Bugün insan əlaqələri, ünsiyyət, dostluq və sair mövzularda ümumi bir video çəkəcəm. Bu qısa videoda öz həyatımdan nümunələr göstərərək bu mövzuda fikrimi bildirəcəm. İnsan əlaqələri əlbəttə ki, insanın həyatında çox başlıca rol oynuyor, çox vacibdir. İnsan nə qədər ünsiyyətçil olursa, nə qədər başqaları ilə əlaqə qura bilirsə, o qədər daha rahat yaşayır, daha xoşbəxt yaşayır. Bəzən hətta bəzi insanlar üçün bu daha varlı yaşayır və s. Mən insan olaraq əlbəttə ki, elə bir ailədə böyümüşəm ki, elə bir atanın oğluyam ki, elə bir atadan nəsihət, elə bir atadan tərbiyə almışam ki, mənim atam ömür boyu insanlara yaxşılıq etmək üçün doğulmuş bir ataydı. Əlindən gələni, mən demirəm ki, insanlara milyonları verib, insanlara dünyanı verib və s. Amma əlindən gələni, hətta bəzən özü üçün ayırdığı hissəni, özü üçün ayırdığı pulu, özü üçün ayırdığı əşyanı başqasına verib təmənnasız. Mən belə bir atanın övladı olmuşam və bizə belə tərbiyə verir. İnsan əlaqələrində də atam həmişə ona yaxşı münasibət bəsləyən, ona insanca münasibət bəsləyən insana o münasibətin 2 qatını verib. Və bizə də belə tərbiyələndirib, bizə də belə tərbiyə verib. Bir neçə nümunə verəcəm. Atam deyərdi ki, sizi dəvət edən yerdən çalışın, qalmayın. Dəvətsiz yerə getməməyə çalışın. Sizi dəvət eləyiblərsə də ora gedin. Oturduğunuz yeri bilin. Heç vaxt özünüzü masanın başına salmayın, başına çəkməyin. Çünki qoyun o insanlar, oradakı insanlar əgər sizi buna layiq görürlərsə çəksinlər. Yəni elə bir yerdə oturun ki, sizi sonradan yavaş-yavaş o masanın ayağına sürüşdürməsinlər. Elə oturduğunuz yerde elə oturun ki, sizdən sonra gələnlər ya sizdən yuxarıya keçsinlər, ya aşağıya keçsinlər. Yəni siz öz yerinizdə oturun. Və sizə dəyər verilməyən yerdə qalmayın. Bir dəfə qısaca bir hadisəni deyəcəm atamla bağlı. Çox vacib, yaxın bir adamın bir məclisindəydik, tədbirindəydik. O tədbirdə nə atama, nə bizə lazımi, layiq olduğumuz dəyər verilmədi və mən o tədbirin hələ başında yan-yana oturmuşduq atamla. Dedim ki, atam, mən bu tədbirdən buradan çıxıram, gedirəm. Atam da dedi ki, hə, gedirsən get. Özü sakit durub, amma hiss edirəm ki, atam da narahatdır. Çünki onun layiq olduğu dəyəri ona verməyiblər bu məclisdə. Neyse çıxdım, getdim, amma biraz da düzü narahat oldum. Dedim ki, birdən atamın xətrinə dəyər. Mən onu qoydum orada, getdim. Bu məclisdə yaxın bir adam məclisi idi və s. Səhəri günü bağa getdim. Atam Gilbağda yaşayırdılar, sarayda, Qurd dərəsində. Çöldə, bayırda hələ evə girməmiş anamla görüşdüm. Rəhmətlikdən soruşdum ki, ana, atamın keyfi necədir? Dedi, yaxşıdır. Dedim, məndən danışmırdı ki, məndən şikayətlənmirdi. Dedi, yox, heç nə danışmırdı. Neyse, bir tane belə biz atamızdan hətta 50 yaşında da çəkinmişik. Çünki dediyim kimi atam elə bir adam olub ki, o heç vaxt haqqını haqqa əzdirməyib. Neyse, çəkinə-çəkinə yenə də hələ narahatam deyirəm, deyəcək ki, sən orada məclisdə niyə, o bizim yaxın adamın məclisi idi, sən niyə çıxdın, getdin? Deyirəm, öz-özümə fikirləşirəm ki, yəqin məni tənbih eləyəcək. Qapını açdım, girdim içəri, salamlaşdım. Sakit oturmuşam, çox da sual vermirəm. Deyirəm, görüm nə deyəcək, fikri nədir? Biraz oturduq, bir çay içdik. Dedi ki, sən elə dünən axşam düz elədin, oradan tez çıxdın.
Gərək elə mən də səndən çıxaydım. Amma filan məsələyə görə çıxmadım. Sən düz elədin. Çünki o məclisdə sənə dəyər verilmirsə, çalış o məclisdə qalma. Bir rahat nəfəs aldım. Yəni əslində mən gözləyirdim ki, məni tənbih eləyəcək, amma atam orada belə düzgün qərar vermişdi. Mən də beləyəm. Mən də çağırılmayan yerə getmərəm. Mənə layiq olmayan, layiq olduğum dəyəri verilməyən yerdə məclisdə çox durmaram. Elə olub ki, bəzən toylara getmişəm. Toy ilə başlanğıcında hiss eləmişəm ki, orada məni orada nəyinsə xatirinə çağırıblar. Yavaşca durub pulumu yazdırıb çıxıb getmişəm. Belə çox olub. İndi də belədir. Cavanlıqda özümü başa düşəndən bu belədir. Demək ki, bu əskərlikdə də belə olub. Mən heç bir əskərlikdə heç kimə belə deyək, o bərk gedəndir və ya bu komandirdir, ona yaxınlaşmamışam, ona yaltaqlanmamışam. Tələbəlik həyatımda da bu belə olub. Müharibə dövründə də belə olub. Baxın, Laçında müharibə dövründə 9 ay xidmət elədiyim Laçın 811 nömrəli hərbi hissədə. Mən heç vaxt gedib komandirə, hətta belə deyək, hərbi hissənin komandiri mənim belə deyək də cəbhə yoldaşım olub. Biz ondan bizim evdə çörək yeyib, mən onların evində çörək kəsmişəm. Amma mən ona heç vaxt yaxınlaşıb deməmişəm ki, mənə bunu elə və ya bunu elə. Mənə dəyər verilibsə, mən də ona dəyər vermişəm, onlara dəyər vermişəm. Bu mənim xasiyyətimdir. İndi də belədir bu. İndi də belədir. Mən vəzifə üçün, var dövlət üçün heç kimə yaltaqlanmamışam. İndiyə qədər 56 yaşım olacaq bu yaxınlarda. Bu 56 ildə heç kimə, istər qohum olsun, istər tələbə yoldaşı olsun, istər nə bilim kim olur olsun, fərqi yoxdur. Bir neçə il bundan əvvəl bir tələbə yoldaşımız bir yerdə mənim ofisimdə olmuş, mənlə çay içmiş, bir yerdə çörək kəsdiyimiz bir adamı bir yüksək vəzifəyə qoymuşdular. Mən bunu tabii təbrik elədim. İndi bir müddət sonra bir neçə dost tanış deyir ki, Arıza müəllim, belə şəkillərimizi zaten bir yerdə görüb deyir ki, Arıza müəllim, bu sizin bu qədər yaxın olmuşsunuz, çörək kəsmişsiniz, siz onun ofisində olmuşsunuz, o sizin ofisində. Bu iş niyə gedib? Demirsiniz ki, mənə bir iş ver. Mən də o deyənlərə izah edirəm ki, ay balam, mən həyatımda heç vaxt gedib dostuma və ya qeyri bir qardaşıma belə demərəm ki, mənə bu işi ver. Əgər o məni layiq bilərsə, o vəzifə başında olan odur. Çağırar deyər ki, Arıza, bu vəzifəni sənə layiq bilirəm, gəl burada işləyək. Əl-ələ verək, sən burada faydalı olarsan, işləyək. Bu yaxınlarda da yenə 2-3 gün əvvəl yenə iş yoldaşımla bir müəssisənin qabağından keçəndə deyirəm ki, bu müəssisənin baş direktoru mən tanıyır. Mən şirkət rəhbəri olanda bu elektron mağazada satıcı işləyirdi. İndi gəlib, indi necə gəlib orasını demirəm, o ayrı məsələ. İndi bacarıb gəlib, indi bir şirkətin rəhbəridir. İş yoldaşım deyir, Arıza müəllim, bu siz ki bu qədər belə tanışlarınız var. Bəs niyə gedib onların yanında daha yüksək vəzifələrdə işləmirsən? Deyirəm ki, mənim xasiyyətim belədir. Mən heç kimə gedib xahiş eləmirəm. Mənim ən yaxşı vəzifəm elə indi hal-hazırda özümün layiq olduğum yerdə, mənə dəyər verilən yerdə işləyirəmsə, bu mənim üçün ən yüksək vəzifədir. Mən əgər əqidəmi qoruya bilirəmsə, mənə layiq olduğum dəyər verilirsə, o iş mənim üçün ən gözəl işdir. Ona görə mən gedib heç kimdən xahiş eləmirəm. İndi də belədir. Bu istər dediyim kimi, bu hər hansı bir məclis olsun, hər hansı bir xeyir iş olsun, hətta belə uzaq bizlərdən şəhər işləri olsun. Oralarda belə yenə mən gedərəm, məni çəkərlər bəzən yuxarı, gəl yuxarı başa, deyirəm yox, mənlə burada aşağı tərəfdə bir yerdə oturaram. Çünki yuxarı başa çəkiləcəm, əgər mən sonra bir başqası gələndə məni aşağı sürüşdürəcəklərsə, mən orada oturmaram. Ona görə mən beləyəm, belə tərbiyə görmüşəm, həyatı belə görürəm. Bundan sonra da inşallah belə olacaq, həyatımın sonuna qədər belə olacaq. Və bu bir mənim doğru bildiyim yoldur. Əqidəsizlərlə, yala qaçanlarla, ona biz tərəfdə yala qaçan deyirlər,
bilirsiniz, İraq bizlərdən, əzizlərimizdən, yaxşı adamlardan. İtə yalı harda dögərsənsə, yalı harda görərlərsə, ora gedərlər. Mən elə insanlardan uzaq olmağa çalışıram. Hətta o insanlarla müəyyən vaxtlarda belə deyək, bir hava udmuşuqsa belə, eyni havanı udmuşuqsa belə, yəni mənim yerlimdir, mənim nə bilim iş yoldaşımdır, mənim tələbə yoldaşımdır və s. heç fərqi yoxdur. Elələrindən çalışıram ki, uzaq olum. Elələrinin məclislərində olmamağa çalışıram. Allah Teala bize verdiği ömrü, layıqlı ömür versin. Kimseye möhtac eləməsin. Yaxşı adamları bizlərə nəsib etsin. Yaxşı adamlarla dostluq eləməyi, yaxşı adamlarla yoldaşlıq eləməyi bizlərə nəsib etsin. Allah Teala bizləri pis əməl sahiblərindən, murdar əməl sahiblərindən qorusun. Həyatımızı xeyirli, layıqlı eləsin inşallah. Allah'a emanet olun. İnşallah görüşürüz.